resources that crowd in private investment, that lower the cost of capital. Bakıda İslam İnkişaf Bankı qrupunun 51-ci illik toplantıları öz işinə başlayıb. Dayanıqlı rifah naminə regional inteqrasiya mövzusuna həsr olunmuş mötəbər tədbirdə qrupa üzv ölkələrin rəhbər şəxsləri, dövlət və özəl sektorun, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir. İllik toplantılar çərçivəsində həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ali himayəsi altında investisiya perspektivləri forumu keçirilib. İqtisadiyyat naziri, İslam İnkişaf Bankı qrupunun müdürlər şurasının sədri Mikhail Cabbarov forumun açılış mərasimində çıxış edərək Azərbaycanın bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etməsinin ölkənin çoxtərəfli əməkdaşlığa, üzv dövlətləri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqlədiyini vurğulayıb. Nazir həmçinin Azərbaycandakı investisiya mühiti barədə məlumat verib. Biz inanırıq ki, uzunmüddətli investisiya etimaddan, güvəndən başlayır. Azərbaycan ise investorlara güclü fiskal əsaslar və düşünülmüş iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təklif edir. Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin ümumdaxili məhsulunu üstələyir. Bu ehtiyatlar ilin əvvəlindən etibarən 3,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 15% artıb. Ümumi həcmi 88 milyard Birləşmiş Ştatlar dolları təşkil edən bu resurslar ölkənin makroiqtisadi sabitliyini daha da möhkəmləndirir. Dünyada ən aşağı dövlət borcu səviyyələrindən biri ilə birlikdə bu göstəricilər iqtisadi sabitlik, investor etimadı və uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır. Bu fundamental göstəricilər aparıcı beynəlxalq reyting agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Həm Fitch, həm də Moody's Azərbaycana investisiya səviyyəli suveren kredit reytingi verib və ölkənin perspektivini sabitdən müsbətə doğru qiymətləndiriblər. Ölkəmizin bu iqtisadi uğurlarına nail olmasının arxasında xalqımızın müstəqil inkişaf yolu və Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti dayanır. O, iqtisadi inkişafı və rifahı hökumət siyasətinin mərkəzinə yerləşdirib. İqtisadiyyatın şaxələndirilməsi isə getdikcə daha çox ölkəmizin investisiya gündəliyini formalaşdıran əsas istiqamətlərindən birinə çevrilir. İslam İnkişaf Bankı qrupunun 51-ci illik toplantıları çərçivəsində həmçinin Azərbaycan Halal Biznes Forumu keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, halal iqtisadiyyat artıq yalnız halal qida məhsulları ilə məhdudlaşmır və maliyyə, ət-saatçılıq, kosmetika, turizm, logistika, rəqəmsal texnologiyalar və bir çox digər sahələri də əhatə edir. Dünyada milyardlarla istehlakçıya xidmət göstərən halal iqtisadiyyatı investisiya, biznes, ticarət və innovasiya üçün geniş imkanlar yaratmışdır. Lakin bu ekosistemin tam potensialını reallaşdırmaq üçün daha güclü beynəlxalq əməkdaşlığa ehtiyac vardır. Standartlar, sertifikatlaşdırma, bazarlara çıxış, maliyyələşdirmə, rəqəmsal transformasiya və dəyər zəncirlərinin inteqrasiyası ilə bağlı problemlər ayrı-ayrı ölkələr tərəfindən təklikdə həll edilə bilməz. Bunun üçün kollektiv liderlik, ortaq baxış və əlaqələndirilmiş fəaliyyət tələb olunmaqdadır. Halal iqtisadiyyatının inkişafına töhfə verən mühüm amillərdən biri də İslam maliyyəsidir. Halal iqtisadiyyatının gələcəyi yalnız bazarların böyüməsi ilə deyil, həm də tərəfdaşlıqların gücü ilə müəyyən olunacaqdır. Buna görə də burada təmsil olunan bütün maraqlı tərəfləri, inkişaf institutlarını, İslam maliyyə qurumlarını, özəl sektor nümayəndələrini, sertifikatlaşdırma orqanlarını və beynəlxalq təşkilatları yeni əməkdaşlıq imkanlarını araşdırmağa dəvət edirəm. Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan üçün halal iqtisadiyyatın inkişafı mühüm iqtisadi imkanlar yaradır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və beynəlxalq bazarları birləşdirən körpü rolunu oynayır. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi və innovasiyaların təşviqinə yönəlmiş davamlı islahatlar vasitəsilə ölkəmiz halal yönümlü bizneslər və investisiyalar üçün əlverişli şərait formalaşdırır. Xatırladaq ki, iyunun 19-na kimi davam edəcək illik toplantılar iqtisadi əməkdaşlığın gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf prioriteti üzrə müzakirələrlə davam edəcək.